Mən Vüsal Kəlbəzəri, bu günlərin biz demək 15 iyun 2026-cı ildir. Biz yenə də bizim missiyamız odur ki, gedirik inşallah. Çağdaş Təhsil Komandası və Fazıloğlu MMC işçiləri gedəcəyik inşallah, uşaq evinə gedəcəyik. Amma getməmişdən əvvəl biz əmmimiz oğlu, Rusiyada yaşayan əmmimiz oğlu Mirabbas Ağdabanlı, yəni bizim Kəlbəzəri əmmimiz oğlu öz bacısından bu kitabları mənə göndəribdi ki, mən Vüsal müəllimin videolarına baxıram. Vüsal müəllimimizin fəxrimizdir, ürəyimizdir və həqiqətən vətənpərvər mövzuda çıxış elədiyinə görə ona təşəkkür edirəm. Əlbəttə ki, biz kitaba birinci hörmət eləməliyik ki, elmli, təhsilli insanlar birinci kitaba hörmət eləməlidir. Ona görə mən Mirabbas Ağdabanlıya, özü də Rusiyada yaşayır, ona öz adından dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdaram. Hətta əmmimiz qızları deyə İradə xanım var, o da Ağdabanlıdır, onun bacısı da bizə bir neçə şirniyyətlər zadlar verilir ki, ay müəllim, xahiş edirik, bunu da bizim adımızdan və qocalar uşaq evinə verərsiniz. Və biz bugün həm uşaqlar evinə gedəcəyik, təşəkkür edirik. Allah canı sağ eləsin, Allah bütün əmoğulları canı sağ eləsin və o cümlədə ürəyində insaf olanların hər birinə sağ olur. Bu kitaba görə də xüsusi təşəkkür edirəm Mirabbas müəllim. Dərin təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Birazdan sonra inşallah uşaqlar evinə gedəcəyik, yəqin ki o videoları da çəkəcəyik, sizlərə atacağım, paylaşacağıq. Təşəkkürlər, minnətdarım, sağ olun.